Salyan rayonunda məktəb problemi yenə də gündəmdədir. Qəzalı vəziyyətə düşən Aşağı Noxudlu kənd tam orta məktəbinin şagirdləri əvvəl Yuxarı Noxudlu məktəbinə köçürülüb. Lakin qısa müddət sonra həmin məktəb də qəzalı elan edilib. Nəticədə yüzlərlə şagird uzaq kənddə yerləşən başqa bir məktəbə göndərilib. Valideynlər isə uşaqlarının təhlükəsizliyi və tədrisin keyfiyyəti ilə bağlı narahatdır. Mövzu ilə bağlı daha ətraflı sujetdən məlumat alacağıq. Salyanın Aşağı Noxudlu kənd tam orta məktəbinin şagirdlərinin gedəsi məktəbi yoxdur. İllərdir təhsil aldıqları məktəb qəzalı vəziyyətə düşdüyü üçün şagirdləri Yuxarı Noxudlu tam orta məktəbinə göndəriblər. Bir müddət sonra Yuxarı Noxudlu kənd tam orta məktəbi də eyni aqibəti yaşayıb. Yəni məktəb qəzalı vəziyyətə düşdüyü üçün bu dəfə hər iki məktəbin şagirdləri məktəbsiz qalıb. Kollektiv bu dəfə 20 kilometr uzaq Aşağı Kürkənd kənd məktəbinə göndərilib. Valideynlərin və şagirdlərin narazılığı da bundan sonra başlayıb. Sakinləri narahat edən məsələyə gəlincə, onlar bildirir ki, şagirdlərin digər kənddəki məktəbə göndərilməsi 2 qat əziyyətlidir. Axşam növbəsi və məhz həmin yolda son günlərdə baş verən ölümcül qəzaların artması valideynləri ciddi narahat edir. Digər tərəfdən şagirdlərin daşınması üçün ayrılan avtobuslara nəzarət edilmir. Nəticədə sürücülər avtobuslara normadan artıq şagird mindirir. Bir ildir bu məktəb bu vəziyyətə düşüb. Bu məktəbin bu vəziyyətə düşdüyü halda, yəni buna göz yumularaq, dövlətin büdcəsinə zərər vurularaq 2020-ci ildən bu tərəfə məktəbə gəlib kosmetik remont işləri görünüb. Burada pəncərələr dəyişilib, məktəbin üstü dəyişilib, banı. İçində texnik qovşaqlar remont olunub, amma halbuki bunu yoxlamalıydılar. Bu məktəb bu qədər dövlətin sərmayəsini yatırmağa dəyər, yoxsa dəyməz. Bir ildir məktəbimiz qəzalı vəziyyətdədir. Bir ildir o kəndi yollarında əsirdi bizim balalarımız, nəvələrimiz. Yollarda görürsən, qəzalar olur. İkisi ilə içilənlər öldü yolumuzda. Məsələn, avtobusa minməlidir 20 nəfər, 25 nəfər, minir 50-60 nəfər. Sənə sürə nəyə görə getməlidir bizim uşaqlarımız? Bax, nəyə görə? Oradan əski adam deyirik ki, mən nətər gedim, məsələn, özgəsinin evində otura bilərəm. Bu işə göz yumulmasın, biz istəmirik başqa kəndlərə bizim uşaqlarımız getsin. Qəzalara görə qorxuruq, hər gün bu yollarda qəzalar olur, ona görə istəmirik. Qız uşaqlardır, gecə saat 8-də onlar dərsdən başqa kəndə gedəndə saat 8-də dərsdən çıxacaqlar. Onu biz necə gözləyə bilərik? Qız uşaqlar hamısı da indi də həmən zaman dör, keçmiş dör. Təzə qərar qoyurlar ki, güya Salyan Stroy məktəbi var, ora gedəsiz, biz doğru razı döyürük, hamısı asfalt. Trasın üstüdür, uzaq yoldur. Kim gedib orada o uşağının qarovulunu çəkəcək, özdə günortadan sonradır. Ən əsası çadır qurulsun, bizim uşaqlarımız orada dərs alsın. Müəllimlərimiz də əziyyət çəkəcək, o uşaqların dərsi ilə maraqlanacaq. Mən şəxsən qorxuram, başqa yerə göndərməyəcəm nəvələrimi. Yuxarı Noxudlu kənd məktəbinə gedir uşaqlar. Orada peşdən zəhərlənmə oldu tüstüdən. Çox uşaqlara xəsarət gəldi. Qorxuludur, vallahi yollar qorxuludur. İndi hava yaxşıdır, quraqlıqdır. Birazdan şaxta olacaq, qar olacaq, yağış olacaq. Yenə xahiş edirik, bir əncam qılsınlar bizim uşaqlara. Təhsildən geri qalmasınlar. Özləri oxuyan uşaqlar, tərbiyəli uşaqlar hamısı. Məsələ ilə bağlı Şirvan Salyan Regional Təhsil İdarəsindən bildirildi ki, məktəb qəzalı vəziyyətə düşdüyündən hələlik ən mümkün variant şagirdlərin Aşağı Kürkənd məktəbinə daşınmasını təmin etməkdir və bu barədə valideynlərlə söhbət aparılıb. Tədris prosesinin davam etdirilməsi, tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə hər iki məktəbin şagirdlərinin Azər Əliyev adına Aşağı Kürkəndli kənd tam orta ümumi məktəbinə daşınma təmin edilərək tədris prosesinin davam etdirilməsi nəzərdə tutulmuşdur. Bu barədə kənd sakinləri, valideynlər idarə dəvət olunaraq idarə rəhbərliyi tərəfindən qəbul edilmiş və onlara narahatlıqları aradan qaldırılması üçün müvafiq izahatları verilmiş, məsələ barədə onlara məlumatlar verilmişdir. Bununla yanaşı bildirmək istəyirik ki, 2026-cı ildə Salyan rayonu Ataxan Sadıqov adına Aşağı Noxudlu kənd tam orta ümumi təhsil məktəbinin yeni tədris binasının inşası
və Yuxarı Noxudlu kənd tam orta ümumi təhsil məktəbinin isə əsas təmiri nəzərdə tutulmuşdur. Qurumun cavabından belə görünür ki, valideyn və şagirdlər hələ bir az da səbr etməli olacaqlar. Qeyd edək ki, Salyanın Aşağı Noxudlu kənd tam orta məktəbində 371 şagird təhsil alır.